Bugün arılarımıza korpus atacaq. Həm korpus atacaq, həm də arıların yeşiyini dəyişib təmizlənmiş yeşiyə köçürəcəyik. Arıları fərqli yollarla ikinci mərtəbə atmaq olur. Yəni aşağıdan 2 qapalı çərçivə və 3 qapalı çərçivə yuxarı qaldırıb onun yerinə xam pətək vermək olar. Bu şəkildə qaldırmaq olar. Lakin bu dəfə başqa yolla çərçivə atmaq fikrim var, korpus atmaq. Arılar artıq dalaq qoyub, bu demək ki, pətək istəyir. Gecə və gündüz istiliyi fərqli olduğuna görə, isti havada, soyuq havadan yüngül olduğuna görə axşamlar arılara soyuq ola bilər. Odur ki, biz bütün arıları, yəni bütün gördüyümüz yumurtalı, ballı çərçivələri korpusa qaldıracaq və aşağı boş pətəklər verəcək. Digər ənənəvi üsullansa digər yeşiklərimizdə arılarımızı həyata keçirəcək. İlk öncə arının yerini dəyişək. Həm də ümumi bir yoxlanış keçirək arılara. Burada 5 çərçivə qabarmış, 5 çərçivə isə xam pətək var. İlk öncə xam pətəklərin hamısına şərbət alma sirkəsi sıxaq ki, arılar tez düşüb qabarda bilsinlər. Hər iki üsulla qat atacaq biz. Beş ədəd də bu cür biraz ballı, biraz güləmli çərçivələrimiz var. Korpusumuzu yerləşdirəcək. İlk öncə şərbətliyi qoyaq. Birinci çərçivə demək olar ki, full ballıdır. Aşağı hissəyə verdiyim şərbəti qoyublar. Yumurta yoxdur burada. Artıq burada larva var. Bu hissə larvadır tamamilə. Və günlük yumurta var. Həmçinin bu hissə. Burada da. Artıq burada doğulub bəzi arılar. Bu hissə yenə qapalı yumurtadır. Bu hissə larva və günlük yumurta. Həmçinin bu hissədə, aşağı hissə qapalıdır. Yuxarı hissə günlük yumurta. Arının cinsi bakvasdır. Nə qədər təmiz bakvasdır deyə bilmərəm. Amma sakitliyinə görə, məhsuldarlığına görə çox gözəldir. Keçən ilin bölməsidir, ana arı 2024-cü ilin. Burada artıq balalar çıxıb, ana arı yenidən yumurtadır. Bu da full qapalı çərçivədir. Çox gözəl. Təxminən bir həftə sonra bu arının nəticəsinə baxacaq. Görək həqiqətən də boş pətəkləri aşağıdan verməyin arıya faydası var, yoxsa yox. Digər arımızda isə köhnə qayda ilə qat verməyə çalışacaq. Bu da eyni qaydada. Qapalı yumurta. Həmçinin burada da eyni qaydada. Qapalı yumurtadır. Artıq erkək arı yumurtaları da qoymağa başlayıblar burada. Çox gözəl.
Eyni qaydada burada yenə də qapalı yumurta, yuxarı nektar, erkək gözləri qoyublar. Polen ehtiyatı var, kifayət qədər. Çox gözəl. Burada da günlük yumurta var. Üstü bağlı yumurtalar var bir qədər. Yəni 9 çərçivənin demək olar ki 8 çərçivəsində az da çox da olsa yumurta var. Yəni kənar çərçivələr də az olsa da orta çərçivələr demək olar ki tamamilə yumurtadır. Bu şəkildə.